Hər vaxtınız xeyir RTV izləyiciləri. Qarşınızda mən xanım sizə gizli tariximizi təqdim edirəm. Şmidlər olduqca məşhur bir soyaddır. Onlar Rusiya hərbi dəniz donanmasında özünə məxsus bir ad qoymuşdular. Kiçik Pyotr Petroviç də onlardan biri idi. Lakin çox təəssüf ki, o öz sələfləri kimi bu adı qoruyub saxlaya bilməmişdi. Pyotr Petroviçin davranışlarında olan problemlər, onun psixi pozuntuları hamıya açıq-aşkar şəkildə məlum idi. Artıq hədd o yerə çatmışdı ki, onu sağlamlıq ekspertizasına göndərmək istəyirdilər və onun psixi pozuntuları olduğunu rəsmi şəkildə bildirməli idilər. Lakin burada işə onun əmisi Vladimir Petroviç qarışır və onu bu ekspertizaya göndərilməkdən xilas edir. 1888-ci ildə isə elə bir hadisə baş verir ki, bu Pyotr Petroviçin az qala bütün hərbi karyerasını darmadağın edir. O, öz adı sanı ilə məşhur olan fahişə Dominiki Pavlova ilə evlənir. Və əlbəttə ki, bu problem bütün gəmi heyətinin gözünə çarpır. Və bundan sonra təbii ki, zabit kollektivi Miçmanın tezi ilə gəmidən göndərilməsini və ordudan ümumiyyətlə təxris olunmasını tələb edirlər. Hətta bütün bu ajotaja qalmaqala dözməyən atası Pyotr Şmid də çərləyib ölür. Və bu zaman yenə də onun dadına əmisi çatır. Əmisi onu Sakit Okeanda yerləşən sakit donanmalardan birinə göndərir. Lakin o bura getdikdən sonra psixi sarsıntıları, pozuntuları yenidən gün üzünə çıxır. Ürək getmələr və digər taklarla müşahidə olunan psixi pozuntular sonda digərlərinə qarşı şiddət göstərməklə özünü biruzə verir. Bu sarsıntılarla özünü bu divardan o divara çırpan havalı leytenantı sonuna istefaya göndərməyə məcbur olurlar. Bu arada isə çoxdan gözlənilən hadisə baş verir. Allah qoymasa özünü arvad edib, tərbiyələndirmək istədiyi Dominiki yeganə oğlu Yevgenini Pyotrun üstünə atıb öz keçmiş peşəsinə qayıdır. Az qala həyatın dibinə yuvarlanan leytenant Şmidtin dadına yenə də əmsi çatır. Rusiya Paraxod və Ticarət Cəmiyyətində iş alan leytenant qeyrətə gəlib, burada uzaq okean reyslərinə çıxan ticarət gəmilərinin kapitanlığına qədər yüksəlir. Belə gediş də kim bilir, bəlkə də leytenant Pyotr Petroviç Şmid mülki gəmiçilikdə böyüyüb yekə adamlardan biri olacaqdı. Ancaq Rusiya müharibəsi dövründə donanma ilə zabit qıtlığı keçirir ki, hətta başdan xarab deyib istefaya göndərdiyi zırramanı belə geri çağırır. Şmid İrtuş hərbi gəmisinə baş zabit təyin olunur. Gəmi Sakit Okeanda Yaponların pusku qurduğu Çusin boğazında həmləyə məruz qalır. Bütün heyət həlak olur. Cənab Şmid gəmidə deyildi. Adı başdan xarab. Ancaq özü ağıllı olan Pyotr Petroviç gəminin döyüşə yollandığını eşidib, artıq senator olan əmsinin köməyi ilə arxa cəbhədə, Qara dənizdə, sakit gəmilərin birində xımır-xımır xidmətini davam etdirməkdə idi. Ancaq leytenantın tutması yenə də tutur və gəmi heyətinə məxsus pul xəzinəsini oğurlayıb 2000 yarım qızıl pulla Rusiyanın cənubuna səyahətə çıxır. Pul qurtarır və cənab Şmid hakimiyyət təmsilçilərinə təslim olur. İstintaq vaxtı Pyotr sübut eləməyə çalışır ki, güya pulu o oğurlamayıb. Xəzinə sadəcə yoxa çıxıb. O da qorxusundan bilməyib neyləsin. Ona görə də komandir olduğu gəmini, heyəti atıb və qaçıb. Nəysə, uzun sözün qısası, döyüş zamanında icazəsiz mövqeyi tərk etmək, pul oğurlamaq, Ferrari kimi oradan bura, buradan ora qaçmaq olduqca ağır ittihamlardır. Bunu bilənlər bilir yəqin ki. Lakin yenə də burada işə Pyotr Petroviçin əmsi qarışır. O, oğurlanan pulu qaytarır, tanışları vasitəsilə onun üzərindən Ferrari adını rəsmi şəkildə götürür və hətta iş o yerə çatır ki, ona birinci dərəcəli kapitan rütbəsini verdirməyə belə çalışır. Lakin təbii ki, donanma rəhbərliyi buna bir dəfəlik qarşı çıxırlar və Pyotr Petroviç leytenant qalaraq elə leytenant rütbəsi ilə də istefaya göndərilir. Bugünlük bu qədər əziz RTV izləyiciləri. Növbəti gizli tariximizdə nədən danışacağımızı bilmək istəyirsinizsə, gözünüz bizdə olsun. Sağ olun.